Salam, hər vaxtınız xeyir olsun. Mən Fatimə Allahverdiyeva, Aron Progressive Center və Elgrowth Centerin rəhbəri. Mərkəzimiz uzun müddətdir fəaliyyət göstərir və bütün sahələr üzrə təlimlərimiz təşkil olunur. Bugünkü mövzumuz R səsinin korreksiyasıdır. Bugünkü qonağımız defektolog, loqoped Sevinc Əliquliyevadır. Sevinc xanım bugün bizimlə öz təcrübəsini, biliklərini bölüşəcək. Suallarınızı verməkdən çəkinməyin. Həm səsli, həm də chat bölməsində suallarınızı ünvanlaya bilərsiniz. Hər birinizə uğurlar. Sevinc xanım, necəsiz? Salam, çox sağ olun. Siz necəsiz? Səsim gəlir? Tam aydın. Bəli. Aha, görsənirəm. Bəli. Aha, oldu. Hazırsınızsa başlayaq. İlk öncə hər kəsi salamlayıram. Başlaya bilərik? Bəli. Buyurun. Salam. Salam. İlk öncə hər kəsi salamlayıram. Mən loqoped defektolog Sevinc Əliquliyeva. Bildiyimiz kimi bugünkü mövzumuz dislaliya və R səsinin korreksiyasıdır. İlk öncə dislaliyadan başlamaq istəyirəm, çünki R səsi və digər səslərin korreksiyası dislaliyanın özündən başlayır. Ona görə keçək zəhmət olmasa slayda. Digər slayda. İlk öncə bildirmək istəyirəm ki, dislaliya nədir? Dislaliya zamanı uşağın nitqindəki müəyyən səslərin ümumiyyətlə tələffüz edə bilmir və yaxud da onları fərqli formada səsləndirir və ya digər səslərlə əvəz edir. Bu zaman biz buna dislaliya deyirik. Yəni, eşitmə qabiliyyəti və intellekti normal olan şəxslərdə səs tələffüzünün müxtəlif formalarda pozulması dislaliya adlanır. Aydındır hər kəsə? Yəni, suallarınız olarsa, hardasa başa düşməsəz, buyurun. Digər səhifəyə keçə bilərik. Dislaliyanın təsnifatı. Bildiyimiz kimi, dislaliya özü iki cür olur. Yəni, funksional dislaliya və mexaniki dislaliya. Funksional dislaliya ilə mexaniki dislaliyanın fərqləri nələrdir? Funksional dislaliya zamanı nitq düzgün olmur, təqlid zəif olur və yaxud da zəif fonematik qavrayış olur. Amma anatomik tərəfdən, tamamilə uşaq sağlam olur, normaldır, heç bir anatomik problemləri olmur. Bu zaman yalnız pedaqoji və loqopedik müayinə aparır, kifayət edir. Amma mexaniki dislaliyada isə nitq aparatının anatomik quruluşun patologiyası olur. Məsələn, dişdə, çənədə, dilaltı pərdədə hər hansısa bir problem olarsa, bu artıq mexaniki dislaliya gedir. Bu zaman sadəcə loqopedik işlə biz durmuruq. Bu zaman biz cərraha, stomatoloqa müraciət etməliyik. Cərraha nə zaman müraciət etməliyik? O vaxt ki, uşağın dilaltı pərdəsi çox qısadırsa və məsələn dil ucu dişlərə dəymirsə, yemə zamanı hər hansısa bir problem, çeynəmə zamanı hər hansısa bir problem yaranırsa, biz o zaman cərraha müraciət edirik. Və yaxud da dişlərimiz, məsələn, uşaqların dişləri bəzən elə olur ki, çox aralı çıxır. Bu zamanda hər hansısa bir səslər düzgün tələffüz olunmaya bilər. Məsələn, dişlər çox aralı olarsa, onda ş səsini deyə bilmirlər, j səsini deyə bilmirlər. Çünki hava axını o zaman çox olur. Ona görə də bu zaman biz stomatoloqa müraciət edirik. Çünki burada uşağın ilk öncə stomatoloji vəziyyəti düzəlməlidir. Ondan sonra biz loqopedikə, səs yenə düzəlməzsə, loqopedikə korreksiya üçün müraciət edirik. Aydındır hər kəsə? Bu formada davam edirik. Və keçirik əsas... Bir sualım var. Dilaltı qədər qısadırsa dediniz nə olur? Dilaltı qədər qısadırsa, uşaqda məsəl üçün dil ucu, dili uşağın adi dili məsələn dişə dəymirsə, onda uşaq məsələn r səsini deyə bilmir, bəzi səsləri deyə bilmir, qida yeməyində, çeynəməsində problemlər olur. O zaman biz cərraha müraciət edirik ki, dilaltı pərdəni aradan qaldıra bilmək üçün. İndi dərəcələrinə baxırıq dilaltı pərdənin. Əgər yüngül dərəcədədirsə, o zaman loqopedik məşqlərlə,
loqopedik gimnastikanın və eyni zamanda masajın aradan qaldırmaq olur. Amma görürüksə uşağın dil ucu, yəni dili dişlərə dəymirsə, onda biz cərraha müraciət etməliyik. Çünki dil qədəhi çox qısa olarsa, dili tərpədə bilməzsə, dil hərəkətliyi zəif olarsa, onda yəni uşaq normal olaraq heç bir səsi düzgün tələffüz edə bilməz. Çünki artikulyasiya aparatımızda bütün bölgələr önəmli rol oynayır. Adi məsələn dodağımızı tərpətməsək, ona da bir problem çıxa bilər. Yəni heç bir məsələn dodağımızı tərpətmədən b deyək, olur, olmur. V deyək, olur, olmur. Çünki hər yer önəmli yer oynayır. Ona görə önəmlidir. Dilin qədəhi olmaması belə bizim səslərdə önəmli rol oynayır. Bunların hamısına, uşaq konsultasiyaya gələndə hamısına önəm verməliyik. İlk öncə baxmalıyıq. Uşağın dil vəziyyəti necədir, tonusu varmı, yoxmu, dil ucu varmı, dil hərəkətliyi necədir? Bu formada biz bunların hamısını dəqiqləşdirməliyik. Ondan sonra biz korreksiya etapına keçə bilmərik. Əgər bir loqoped bunları yoxlamadan valideynə hər hansısa bir tapşırıqlar verirsə, əgər valideyni dərsə yazırsa, bu qeyri-peşəkar sayılır. Çünki bu düzgün deyil. Adi məsələn dil qədəhi olan uşağa siz necə hər hansısa bir r səsini qoya bilərsiniz? Dil əgər yuxarı qalxıb vibrasiya verə bilmirsə. Yəni bunları fikirləşməliyik. Davam edirik. Əgər başqa bir sualınız yoxsa. Xeyr, yoxdur. Xeyr, çox sağ olun. Deməli, digər slayda keçə bilərik. Əla. Rotatizm və pararotatizm. Yəni özümüzün də bildiyi kimi uşaqlarda ən çox yayılan problemlərdən biri r səsidir. Çünki çox uşaqlar r səsini düzgün tələffüz edə bilmir. Bəzi yaşa qədər, məsələn 5-6 yaşa qədər deyə bilməməsi normaldır. Amma artıq 5-6 yaşda deyə bilmirsə, 7 yaşda deyə bilmirsə, 8 yaşda deyə bilmirsə, bu normal sayılmır. Yəni bunlara da önəm yetirməliyik. Yəni dəqiq hamısına baxmalıyıq. Yəni bəs rotatizm nədir və pararotatizm nədir? Rotatizm r səsinin boğazda, dodaqda və fərqli nahiyələrdə qeyri-düzgün çıxarılmasıdır. Məsələn, uşaqlar çox vaxt r səsini fransızlar kimi deyirlər. Yəni fransızlar r səsini necə tələffüz edir? Dil arxada, yəni ğ bu formada. Amma r səsi necə tələffüz olunmalıdır? Dil önü, yəni dil ucunda. Niyə? Çünki dil yuxarı qalxmadan, dil ucu damağa dəymədən heç bir vibrasiya biz verə bilmərik. Buna biz nə deyirik? Rotatizm. Bəs pararotatizm nədir? R səsinin uşaq tərəfindən asan səslə, yəni digər səslərlə əvəz edilməsidir. Olmaz. Səsləri bağlayaq, zəhmət olmasa səslər gəlməsin. R səsinin digər səslərlə əvəz olunursa, məsələn, l, y, v, d, uşaq r səsini bu səslərlə əvəz edirsə, biz buna pararotatizm deyirik. Məsələn, nümunə gətirə bilərik, traktor. Traktor necə deyə bilər? Traktor və yaxud da radio, yadio, ladio bu səslərlə əvəz edirsə, biz nə deyirik buna? Pararotatizm. Aydındır hər kəsə. Və yaxud da bəzən belə bir şey olur ki, uşaq səsləri sürüşdürür. Məsələn, hecalarda, qısa sözlərdə deyir, amma cümlələrdə deyə bilmir. Yəni cümlələrdə sürüşdürür. Bu zamanda loqopedik işlər gedilməlidir. Yəni korreksiya olunmalıdır. Sualınız yoxsa digər səslərə keçə bilərik. Digər slayda. Buyurun, digər slayda keçək, zəhmət olmasa. R səsinin anatomiyası. Yəni r səsi tələffüz olunarkən hava axını necə olmalıdır, vibrasiya necə olmalıdır, dilin vəziyyəti necə olmalıdır? Yəni özümüz də bildiyik kimi, yəni məsəl üçün indi özümüzdə yoxlasaq, çünki danışan zaman əgər biz deyə bilirik, heç vaxt fikir vermirik normal olaraq. Amma məsələn özümüzdə yoxlasaq, dil necə olur? Dilin uc hissəsi yuxarı qalxaraq alveolara dəyir, yəni damağa dəyir, yaxınlaşır. Yəni dilin yan kənarları isə yəni kənarlarımız yuxarı yəni az şəkildə dişlərimizə dəyir. Yəni fincan forması yaradılır. Məsələn, bu formada. İndi özünüz də yoxlayın. Bu formada fincan formasında olmalıdır. Dil ucu diş arxasında olmalıdır. Bu formada. Əgər fincan forması yaranırsa, deməli dilin anatomik, yəni r səsinin anatomik vəziyyəti normaldır. Bəs yəni biz də bilirik ki, yəni hava axını vibrasiyada vacib rol oynayır. Niyə? Çünki məsələn, hava axını düzgün verməsə, elə uşaq var ki, məsələn, bu formada eləyir və yaxud da bura sadəcə burundan alır nəfəsi və burnundan verir.
Yəni bu formada olması düzgün deyil. Biz nəfəsini normal olaraq nəfəs necə alınıb verməlidir? Burnumuzdan nəfəsi alırıq və ağzımızdan veririk. Bu güclü və hədəfli cəmlənmiş hava axını nəfəs vermə zamanı dilin ucunu sərbəst şəkildə titrədir. Ona görə də yəni nəfəs axını çox vacibdir. Adi məsələn dilinizi yuxarı qaldırın, yapışdırın damağınıza bu formada. Dərin nəfəs alın və möhkəm nəfəs verin. Görün necə r səsi, yəni vibrasiya yaranır sırazu. Məsələn, gəlin yoxlayaq bir yerdə. Bu formada bilmirəm tam aydın dilim görsənir ya yox. Bu form elə bil dil yapışır damağa, nəfəs alırıq, nəfəsi veririk. Onda dil ucu vibrasiya yaranır. Yəni dilimiz tərpənir. Yəni korreksiya zamanı, r səsinin korreksiyası zamanı dilin vəziyyəti və eyni zamanda hava axını çox vacib bir rol oynayır. Keçə bilərik digər slayda. İndi isə r səsinin korreksiyası zamanı ən çox istifadə olunan gimnastikalardan göstərəcəm. Məsələn, ən rahatlarını deyə bilərəm. At, malyar, göbələk. At gimnastikasını necə edirik? Dili damağa vuraraq tıqqıltılı səs çıxardırıq. Məsələn, gəlin göstərim sizə. Baxın, bu formada. Başlanğıcda sadəcə belə edə bilərik. Sonra isə artırırıq, məsələn, məşqləri. Bu formada davam edirik. Sonra malyar, yəni bu məşq dil əzələlərini yuxarı dartır və daha sürətli olmasını təmzinləyir. Digər gimnastikamız malyar. Məsələn, dilimizi yuxarı qaldırırıq, damağa vururuq, yuxarı, aşağı edirik. Məsələn, gəlin belə göstərim sizə. Bu bizim damağımızdır. Bu isə dildir, bu formada. Gedirik aşağı, yuxarı, aşağı, yuxarı. Balaca uşağı başa salmaq üçün biz bunu necə deyərik? Yəni ki, elə bil nəyisə boyayırıq, nə bilim, nəyisə rəngləyirik bir yerdə. O formada başa sala bilərik. Qaldırırıq, yuxarı, aşağı. Bir neçə dəfə eləyirik. Bu gimnastikada dil pərdənin uzanmasına kömək edir. Yəni dil pərdənin yəni bir arada vurğuladığım kimi, yəni elə dil pərdə qədəhlər var ki, yəni gimnastikanın aradan qalxır, loqopedik masajın aradan qalxır. Yəni bu gimnastikanda biz o zaman istifadə edə bilərik, əgər uşağın dil qədəhi qısadırsa, yüngül formada qısadırsa. Belə, bu formada davam edirik. Sonra göbələk gimnastikası. Dili damağa tam yapışdırırıq bu formada. At gimnastikasında necə elədik o formada. Burada amma bir fərq var ki, yəni dilimizi, ağzımızı tərpətmirik. Daha doğrusu dilimizi tərpətmirik. Sadəcə ağzımızı açırıq, bağlayırıq. Bu da dil altı pərdənin dartılmasına kömək edir. Məsələn, bu bizim damağımızdır, bu da dilimizdir. Sadəcə yapışdırırıq damağımıza və ağzımızı açırıq, bağlayırıq bu formada. Bu da dil altı pərdənin dartılmasına köməklik edir. Yəni bunları işlədə də bilərsiniz və eyni zamanda r səsinin korreksiyası zamanı uşağın dil hərəkətliyi qalxır. Davam edirik. Digər slayda keçə bilərik. Güclü hava axını necə olmalıdır? Bu slayd deyir. Bir də çevirərdi zəhmət olmasa. Bir də çevirin. Aha, bəli, budur. Güclü hava axını, yəni bir arada vurğuladığım kimi, yəni vibrasiya üçün güclü hava axını mütləqdir. Məsəl üçün, hansı məşqlər edə bilərik? Burada tələbələr var ümumiyyətlə, loqoped olanlar və yaxud da işləyənlər problem deyil. Aha, bəli, var. Deməli, nəfəs gimnastikası üçün uşaqla sadə, məsəl üçün, ən sadə nə işləyə bilərik? Necə yəni? Bir də təkrarlaya bilərsiniz? Nəfəs gimnastikası üçün hansı məşqləri edə bilərik? Müəllimə, şamdır, salfetkadır, köpüşdür. Əla, çox gözəl, bəli. Yəni ən asan növlər, yəni birinci etap bunlardır. Əgər uşaq lap balacadırsa, onsuz məsələn daha çətin variantlara keçə bilməz. Yəni o zaman biz nə edirik? Şamdan istifadə edirik. Həm də uşaq üçün biraz əyləncəli olur bunlar. Bəli, ay sağ ol. Əla, çox gözəl. Yəni çox düz vurğuladınız. Yəni balaca uşağı məsələn siz onsuz qabağımızda oturub nəyisə məcbur edə bilmərik. Ona görə nə edirik? Çalışırıq ki, dərsimizi daha maraqlı oyun formasına keçirdək ki, uşaqlar da ən azı otursunlar, uşaqlar da maraqlı gəlsin. Elə deyil?
Elədir. Ona görə də yəni güclü hava axını, yəni düzgün nəfəs gimnastikası R səsinin korreksiyasında çox vacibdir. Yəni bunlara önəm birinci növbədə bunlara baxırıq. Dilə və uşağın hava axınına baxırıq ki, düzgün olsun. Deməli, digər slayda keçə bilərik. Deməli, R səsinin korreksiyası zamanı sizə ən birinci növbədə hansını, məsəl üçün, hansı texnikanı işlədə bilərik? İşləyənlər var ümumiyyətlə R səsinin korreksiyası ilə? Kimsə işləyib və yaxud da bildiyi nəsə var, hər hansısa bir texnika var? Burası axşamınız xeyir. Buyurun, R axşamınız. səsinin qoyulmadan öncə D səsi ilə işləmişəm mən öncə. D səsi qoyulub. Siz dediyiniz texnikalardan da istifadə eləmişəm. Tez-tez D belə. Sonra dodaq altına, daha doğrusu dişin altına çubuq qoyulub dili dala qabağı eləməklə bilmirəm, izah edə bildim, bilmədim, amma siz anladınız. Başa düşdüm, bəli, çox düzgün, bəli, çox düzgün. Ümumiyyətlə, səsləri qoymadan öncə mən motor bacarığı üstündə işləmişəm bütün uşaqlarla. Yəni, maksimum motor bacarığını maksimum səviyyəyə gətirmişəm. Ondan sonra dilə keçmişik. Əla, çox gözəl, əla, çox gözəl işləmisiniz. Deməli, xanımın da vurğuladığı kimi, yəni ilk öncə yəni 90% nəticə yaradan texnika hansıdır? Motor texnikasıdır. Məsələn, dili, yəni dişimizin arasında D demirik və yaxud da aşağıda D deməklə R səsi yaranmır. Necə eləyirik? Dişin arxasında qaldırırıq dil ucunu yuxarı. D. Bu formada davam edirik. İlk öncə uşağa yəni bunu başa salırıq. Yəni öyrətməyə çalışırıq ki, hansı, necə formada dil olur, necə deyilir. Ondan sonra uşaqdan sürətli deməsini tələb edirik. Və bu zaman loqoped şpatel də ola bilər və yaxud nə bilim zond da ola bilər. Fərdi çöplərdən də istifadə edə bilərsiniz. Dil altına toxunaraq mexaniki vibrasiya veririk. Məsələn, göstərə bilərəm sizə. Xanım üzərində görsədim. Mən də xanım yaxınlaşım, bir dənə sizin üzərinizə görsədim mən, daha rahat olsun deyə. Bir neçə növünü göstərəcəm sizə. Özünüz də öz üzərinizə yoxlaya bilərsiniz. Məsələn, valideynlər əgər evdə elə valideyndir, məsələn, ola bilər ki, harası apara bilməsin uşağı. Bu formanın adı qulaq çöpü, məsələn, zond yoxdursa, şpatel yoxdursa, ona görə sizə nümunə olaraq bu formada rəngli, maraqlı qulaq çöpləri var. Uşaqlar üçün uşaqlar qorxmasın deyə çox, məsələn, zondlardan qorxurlar, şpateldən qorxurlar daha böyük görsəndiyinə görə. Ona görə yəni belə rəngli, daha maraqlı bir şeylərdən istifadə edə bilərsiniz. Adi evdə, məsələn, hər kəsdə qulaq çöpü var, hamının evində qulaq çöpü var. Ona görə yəni ən sadə metod budur. Buyurun, əyləşin Mədinə xanım. Yaxına çəkək. Daha yaxına çəkin, zəhmət olmasın. Ağzınıza, uşağı da deyirik, ağzını açır, dilivi bura qoy, biraz ay sağ ol. İndi tez-tez D denən. Ay sağ ol. Aferin, utanmayın, devam elə. Əla, tez-tez. Tez-tez. Əla, bu formada eşidirsiniz, belə elədikcə yavaş-yavaş dil ucunda vibrasiya yaranır. Eyni zamanda sonra nədən istifadə edə bilərik? Əgər uşaq onu da edə bilmirsə, dilini deyirik ki, yuxarı qaldırsın. Məsələn, bu formada saxlayırıq dilimizi və dərin nəfəs alır, sonra möhkəm anidən nəfəs verir tez. Davay. Bir də. Biraz daha möhkəm. Bu formada dili önə gəlir elə bil. Burada qabağa gətirin dilinizi. Ay, sağ ol. İndi sadəcə nəfəs verirsiniz dilinizə. Afərin, bir də. Əla, bir də. Ay, sağ ol. Yəni, uşaqda əgər R səsi heç yoxdursa, bu formada da edə bilərsiniz. Yəni, başa sala bilərsiniz uşağı. Çox sağ olun, Mədinə xanım. Öz üzərinizə də indi bu dəqiqə yoxlaya bilərsiniz. Sonra, məsələn, bir də nə edə bilərik? Uşağa, yəni, J səsini dedizdirik, amma necə? Yuxarıda, yenə çöp götürürük adi, qaldırırıq dilimizi yuxarı belə, belə yuxarıda J deməyə çalışırıq. Yəni, uşaq onsuz kömək etməsə, uşaq bunu yuxarıda edə bilməz. Ona görə biz nə ilənsə dəstəkləməliyik onu. Bu formada qaldırırıq, nəfəs alır möhkəm uşaq, sonra dərin nəfəs verir tez bu formada.
R. Sonra yavaş-yavaş, etap alınır R səsi uşaqlar. Çünki əsas burada məqsəd nədir? Yəni adi məsələn uşağı mağazinə aparırıq və mağazinə gedən zaman hər hansısa bir şirniyyatı yeməsə, bilməsə və yaxud da nəyinsə dadını bilməsə, o zaman uşaq onu ikinci səfər istəyə bilməz. Ona görə də bizim əsas məqsədimiz, yəni ilk öncə dil ucunda süni vibrasiya, yəni titrəmə yaratmaqdır ki, yəni R səsinə bənzər akustik səsləri uşaq hiss etsin və ondan sonra səsi mənimsəsin. Yəni başa düşsün ki, biz ondan nə tələb edirik, nə istəyirik. Ona görə ilk öncə uşağa bunu göstərmək lazımdır ki, uşaq bilsin. Adi məsələn dursaq onu nəsə desək eləyə bilməyəcək. Çünki uşağın artıq illərdir beynində R səsi D səsi olaraq formalaşıb və yaxud da L səsi olaraq formalaşıb və yaxud da Y səsi olaraq formalaşıb. Ona görə nə edirik biz? İlk öncə uşağa səsi tanıdırıq, yəni uşaq bilsin ki, eşitsin və bilsin ki, R səsi necə olan bir şeydir. Ondan sonra yavaş-yavaş aktivləşdirməyə çalışırıq bu formada. Başqa sualları olan buyurun. Salam, hər vaxtınız xeyir olsun xanım. Buyurun. Siz təlim üçün sizə təşəkkür edirəm mən. Çox sağ olun. Buyurun. Bir də ki, dil altına çöpü qoyub, orada nə hərəkəti, nə deyildi? Yəni, onu bir də göstərə bilərsiniz, zəhmət olmasın. Göstərəm. Dil altına çöpü tərpədir belə dil altında. D səsində deyirsiniz, yoxsa sadəcə məsələn dili yuxarı qaldıraraq dəstəkləyəni birinci Xanımın üstündə göstərdiniz. Aha, məsələn D onu dəqiq görə bilmədim. Dilimizi belə yuxarı d eləyirik, sadəcə yuxarıda d vururuq və d eləyək tez sürətli formada bizdə vibrasiya veririk. İstəsəz özünüzə də yoxlayın da. Sağa sola, çöpü, dil altında. Bəli, dilimizə baxanda orada diqqət edin, üçbucaq forma yaranır. Bildim. O üçbucağın lap başına qoyuruq, vibrasiya verməyə çalışırıq. Sağ, sol. Başına, dil altında da, dil altında. Bəli, dil altında. Dil altında, odur. Ondan sonraki hansıydı? Ondan sonradakı, məsələn, çöp köməkliyi ilə dilimizi yuxarı qaldırırıq bu formada. Bəli. Və nəfəs alıb, dərin nəfəs alıb, möhkəm nəfəs veririk. Onda da nəfəs, yəni uşağın nəfəs axını düzgün olmalıdır ki, uşaq bilsin ki, dil vibrasiyası yaransın bu formada. Dil altına da, dil altına. Bəli, onu da dil altına qoyuruq. Dil altına, dili qaldırmaqdır da məqsəd o dərsə. Bəli, yəni dili qaldıraq ki, yəni uşaq aşağıda olanda istəsin, onsuz da elə də bilir, R səsi çıxmır. Ona görə dilimiz yuxarıda olmalıdır ki, hava axını da olanda vibrasiya yaransın bizdə. Aydındır. Slaydı zəhmət olmasa qrupa göndərə bilərsiniz. Bəli, yönləndirmə edəcəklər. Çox sağ olun, təşəkkür ederim. Yönləndirmə edəcək, siz sağ olun. Aha, digər slayda keçə bilərik. Əgər başqa bir sualları olan yoxdursa. Aha, sual verə bilərəm. Buyurun. Deməli, R səsini qoymaq üçün mütləqdirmi ki, vibrasiya yaransın? Yəni, vibrasiyasız R səsi mümkün deyil. Yox, əlbəttə ki, məsələn, vibrasiyasız biz onsuz R səsini deyə bilmirik. R səsini hansı adi, məsələn, R deyə, dil ucu vibrasiya olduğuna görə, dil ucu titrədiyinə görə R səsini deyə bilir. Onu deyə bilmədiyindən uşaqda onsuz, məsələn, R səsi yaranmır. Yəni, R səsinin yaranmasında vibrasiya mütləqdir, yəni titrəmə olmalıdır dil ucu. Məsələn, elə uşaqlarla qarşılaşmışam ki, vibrasiya yoxdur, amma R səsini deyir, üst damağa doğru. O sadəcə, bilirsiniz necə olur? Dodaq R-sı olur və yaxud da biraz daha təmiz R səsi də olmur. Başa düşün, o forma, dodaq R-sı olur. Tam, yəni vibrasiya, onsuz deməli, yəni dil ucu vibrasiya var ki, hardasa, sadəcə təmiz olmur. Onu da tam avtomatlaşdırmaq lazımdır. Bəli, vibrasiya olmalıdır ki, tam dəqiq səllis formada uşaq, yəni sadəcə bir sözə, iki sözə deyə bilməsin. Hər sözdə səllis formada təmiz R səsini işlədə bilsin. Çox sağ olun. Siz sağ olun. Buyurun. Deməli, digər slayda keçə bilərik. Avtomatlaşdırma mərhələsi. Avtomatlaşdırma mərhələsi necə olur? 4 etapdan ibarətdir. Məsələn, hecalar, sözlər, cümlələr və sərbəst nitq. Hecalar nələrdir? Məsələn, səsin qapalı və açıq hecalarda möhkəmləndirməsi. Yəni, əgər bu bütün səslərə aid, sadəcə R səsinə aid deyil. Yəni, məsələn, R səsindən biz işləyiriksə, ilk öncə bunu səslə hecalarda möhkəmləşdirməliyik, yəni avtomatlaşdırmalıyıq, sonra sözlərdə,
Sonra cümlələrdə, ən sonda isə sərbəst nitqdə, yəni uşaq danışan zaman belə r səsini itirməli deyil. Hecalarda məsələn ar, or, ur, sonra ra, ro, ru, ara, oro, uru bu formada davam edirik. Sonra məsələn əgər uşağa maraqsızdırsa belə də davam edə bilərik. Hər hansısa bir vərəq götürürük, dəftər götürürük. Orada xətt çəkirik, adi bir dənə düz xətt çəkirik. Yəni başlanğıcı da qoyuruq start, finish. Uşaq əgər çox balacadırsa, kiçik balaca maşından, topdan istifadə edə bilərik. Məsələn, yazırıq üstünə start, finish oyun formasında edə bilək deyə. Uşaq əgər çox, elə uşaqlar var ki, məsələn, çox hiperaktivdir, heç oturmaq istəmirlər. Ona görə bu formada adi, məsələn, dəftər olmasın, görsənir tam dəqiq. Aha, dəftər olmasın, stolun üstündə də edə bilərik, yerdə də məsələn, hər hansısa bir yol üzərində də edə bilərik bu formada. Elə bil başdan başlayırıq, ar gedirik, or gedirik, ur gedirik. Sonra əgər səsin ortasında, hecaların ortasında etmək istəyirsə, belə bir şey çəkə bilərik. Məsələn, belə bu formada bir şey çəkə bilərik. Məsələn, gəlir, ara, belə bu formada. Amma yəni hər başlanğıcda mütləq deyil ki, uşağın yadına salaq ki, düzgün nəfəs alsın, getsin və nəfəsini versin bu formada. Çünki yəni çox özünü nəfəs almasa uzada bilməyəcək səslər, çətinlik yaranacaq. Sonra məsələn sözlərdə sözün səsi sözün əvvəlində, ortasında və sonunda işləməsini bilməlidir. Yəni hər hansısa bir sözü əzbər öyrədib imenli, yəni mütləq onun üzərindən getməli deyilik. Çalışaq ki, yəni başqa bir uşağın bilmədiyi, keçmədiyiniz bir sözlər də olsun ki, onlara da yoxlayın ki, tam dəqiq biləsiniz. Bu uşaqda səs avtomatlaşdırılıb, yoxsa yox. Məsələn, deyirik, radio sözün əvvəlində, radio ortasında, ərik, qatar, görürük, əgər bizim dediyimiz sözlərdə normal olaraq uşaq deyirsə, keçirik, məsələn, evdəki və yaxud da ofisdəki əşyalardan soruşur. Məsələn, bu nədir, o nədir, bu nədir, bu formada, bu nədir, karandaş, məsələn. Əgər deyirsə, deməli, söz axır sözlər, deməli, sözlərdə r səsi avtomatlaşdırılır bu formada. Sonra nə edirik? Cümlələrə keçirik üçüncü etap olaraq. Yəni, söz birləşmələri və cümlələrdə səsin səlis tələffüz edirmi? Məsələn, nə deyə bilərik burada? Ra, 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 anam getdi bazara. Bunlar uşağa daha maraqlı gəlir. Rə, 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 rəna getdi şəhərə. Bu formada davam edə bilərik. Sonra daha çətin bir formada, yəni bir 4-5 sözdən ibarət olan cümlələrə keçə bilərik ki, yəni yoxlayasınız, görəsiniz ki, yəni cümlələrdə uşaq necədir? Yəni əgər uşaq oxumağı bilirsə lap yaxşı, yəni verirsiniz oxusun, eləsin özü və eyni zamanda yazsın. Hələ görün yazanda problem yaranır ya yox. Yəni yazana da problem yaranırsa onun özü də bir problemdir, onun özü də ayrı bir işdir. Ona görə bunların hamısı tam dəqiqliyi ilə yoxlanılmalıdır. Sonra və ən sonuncu etap olaraq sərbəst nitqə keçir. Yəni sərbəst nitq nədir? Uşağın r səsini şeirlərdə, mahnılarda, gündəlik danışıqda, yəni gündəlik danışıq zamanı istifadə hər hansısa bir sözü işlədəndə r səsini düzgün deyirmi və yaxud da demirmi? Bunların hamısına biz diqqət yetirməliyik ki, tam dəqiq olsun. Adi məsələn, nə edə bilərik? Uşağın hər hansısa bir nağıl danışmasını istəyə bilərik. Sonra gündəlik hadisənin danışmasını istəyə bilərik. Yəni görək və onsuz hər hansısa bir cümlənin içində r səsi işlənə bilər də. Ona görə yəni çalışıq elə və yaxud da bir dənə söz deyirik, ona uyğun bir dənə cümlə qursun, elə bir şey də istəyə bilərik bu formada. Və bəzən elə uşaqlar olur ki, məsələn, fonematik eşitməsində problem olur. Yəni fonematik eşitmə nədir? Uşaq sözü eşidir, amma eşitməyinə rəğmən yəni düzgün tələffüz edə bilmir. Buna nə deyilir? Yəni fonematik eşitmə problemi. Bunu necə aradan qaldıra bilərik? Bunu da yoxlayıb, məsəl üçün, korreksiya edə bilmək üçün bu formada işləyə bilərik. İlk öncə hecalardan başlayarıq. Məsələn, uşağa deyirik ki, sən hecalar deyəcəm mən. Harda? Hərfdən də başlaya bilərik, əgər r səsi qoyulubsa. Harda r hərfi eşitsən, onda əl çal. Və yaxud da daha maraqlı olsun deyə, harda r səsi eşitsən, hoppan, qaç, nə bilim, bir addım qabağa at. Bu formada eləyə bilər. Məsələn, m deyirik, uşaq tərpənmirsə, r deyirik, tərpənirsə, deməli, fonematik eşitməsi düzəlir. Sonra əgər bunda yaxşıdırsa, keçirik hecalara. Məsələn, ha deyirik, ro deyirik. Elə uşaq olur ki, məsələn, biraz çətinlik, qorxur eləməyə, biraz nə bilim,
bilmir deyə demir. Ona görə köməklik edirik. Sözlərdə amma çalışırıq, yəni hecalara bölək ki, tam aydın başa düşsünlər ki, harda r səsi var, harda r səsi yoxdur. Ona görə yəni bəzən fonetik eşitməsi problemi olan uşaqlarda, yəni o səbəbdən yaranırkən deyə bilmədiyinə yox, sadəcə yəni eşitməsi düzgün olmadığından, belə deyək, loru dildə, eşitməsi düzgün olmadığından ona görə deyə bilmir. Ona görə də bunu da korreksiya etmək lazımdır. Deməli, yəni ən rahat, əgər evdə də işləyirsinizsə, işdə də işləyirsinizsə, ən rahat kitab, yəni bir də oturub axtarmayacağınız sözlərmi olsun, cümlələrmi olsun və yaxud da hekayəmi olsun, ən rahat kitab budur. Loqopedik albomdur. Burada elə bil bütün səslərin korreksiya növü var. Korreksiya növü deyəndə, yəni baxın məsələn, z səsi hecalarda göstərilir. Harda, necə? Məsələn, sözün hecanın əvvəlində, axır, sonunda, ortasında, sonra fonematik eşitməyə uyğun çalışmalar var. Şəkillərlə göstərilir ki, uşaq özü baxsın desin, yəni eşitmədən nəyisə baxsın desin, görək problem var ya yox. Sonra sözlərə keçir. Məsələn, sözün əvvəlində, ortasında, sonunda. Sonra eyni zamanda belə cümlələr var, oyun formasında, daha çətin forması, şeirlər var. Bu formada, yəni bu kitab yəni çox faydalıdır. Bu formada işləyə bilərsiniz. Həm bir də oturub saatlarla nəsə sözlər axtarmasınız və yaxud da şeir axtarmasınız, cümlələr axtarmasınız, daha rahat işləyə bilirik bundan. Bu qədər idi. Daha bir sualınız varsa buyurun. İndi sizin sualınızı cavablayaq. Salam. Salam, buyurun. Uşaq səsi tələffüz edir bunu. Necə xanım Uşaq səsi? ğı səsi kimi tələffüz edirsə. Aha, deməli, yəni uşağın neçə yaşı var sizdə? 5 yaş. 5 yaş var. 5 yaşı varsa artıq, deməli belə deyim də sizə, yəni uşaq əgər r-nı l, v, d-yi kimi tələffüz edirsə, onda biz 6 yaşa qədər maksimum gözləyə bilərik. Amma ğ kimi artıq tələffüz edirsə, yəni 5 yaşında korreksiyaya başlamalıyıq. Çünki ğ səsini korreksiya etmək daha çətindir. Niyə? Çünki ğ səsini r səsini ğ səsi kimi tələffüz edəndə onda uşaq dil önü demir səsi. Dil arxası dediyinə görə onu qabağa çəkmək də var. Yəni bu da ayrıca bir müddət tələb edir. Ona görə daha nə qədər tez başlasanız, o qədər yaxşıdır korreksiyaya. Ğ səsini korreksiya etmək daha uzun müddət çəkir. Salam, mənim bir sualım var idi. R səsinin korreksiyası neçə müddətə məsələn düzələn bir prosesdir? Aha, yəni çox vaxt onsuz valideynlər bunu soruşur, amma yəni burada tam dəqiq vaxt demək düzgün yanaşma olmaz. Ümumiyyətlə, yəni heç kəs tam dəqiq vaxt deyə bilməz, çünki hər uşaq fərdidir, yəni individualdır. Hər uşağa individual olaraq yanaşmayır. Məsələn, elə uşaq var ki, tez götürür, elə uşaq var ki, gec götürür, elə uşaq var ki, məsələn, 3 ay deyirik, 1 aya yəni nəticə vermiş oluruq. Amma elə uşaq var ki, yəni gec götürmür, yəni zəif olduğundan, psixi prosesləri zəif inkişaf etdiyindən daha uzun müddət çəkir. Məsələn, 5 ayına qədər uzana bilir. Ona görə yəni tam dəqiq vaxt deyə bilmirik. Yəni bunlar hamısı uşaqdan asılıdır. Eyni zamanda yəni valideyndən asılıdır. Biz məsələn burada işimizi görürük və evə tapşırıqlar veririk. Və evdə bu tapşırıqlar yerinə yetirilməzsə, yalnız bizdən nəsə gözlənilirsə, bu da düzgün bir yanaşma deyil. Ona görə də yəni kompleks şəkildə işlənilməlidir və düzgün vaxt deyilim. Yəni tam dəqiq vaxt deyə bilmirik. Çünki birdən az deyərik, çox çəkərik. Çox deyərik, az çəkərik. Ona görə. Hər gün eləmək lazımdır məşqləri. Necə bir daha Məşqləri hər günmü eləmək lazımdır, yoxsa gün aşırı mı, necə məşqləri necə? Yəni hər gün eləsəz, yəni düzdür, hər dəfə, hər dəqiqə də eləmək, yəni uşağı yorur, amma yəni hər gün eləsəz daha yaxşıdır. Mənim də bir sualım var idi, zəhmət olmasa. Buyurun. R səsinin korreksiyasında loqopedik masaj nə qədər əhəmiyyətlidir, yəni əhəmiyyəti kəsb edir? Loqopedik masaj deyəndə, yəni loqopedik masajı biz nə vaxt edirik? Əgər uşağın məsələn dil ucu yerində deyilsə, məsələn elə uşaq var ki, dilini adi belə görsə də bilmir bu formada. Elə necə olur dili məsələn belə bilincikdir, o formada göstərir. Onda məsələn dilini masaj etməliyik ki, dil ucu yaransın. Adi məsələn dilimizi bu formada yuxarı qaldırdıq, necə biz səsləri tələffüz edə bilərik. Yəni ona görə yəni o və eyni zamanda qədəh varsa, məsələn, əlbəttə ki, yüngül dərəcədə qədəh varsa, o zaman biz loqopedik masajdan istifadə edirik. Amma belə səs korreksiyası zamanlarında belə çox da istifadə olunan bir masaj növü yoxdur. Sadəcə yəni əgər
qədəhi varsa və yaxud da dil ucu yoxdursa, dil hərəkətliyi zəifdirsə, onların üzərindən gedirik. Yaxşı, çox sağ olun. Bir dənə mövzudan kənar bir sualım olacaq. Buyurun. İnşallah gələn günlərdə kəkələmək üçün təlim keçirdə bilərsiniz. Xahiş edirəm. Olar inşallah, vaxt edərəm. İnşallah. Çox sağ olun. Təşəkkür edirəm. Problem deyil, başım üstə. Kəkələmədən qeyd eləyəcəm ki, bilim. Onsuz yəni təlim verən zaman fikirləşirik ki, ən çox yəni hansı təlimlər lazımdır, yəni tələbələrə, valideynlərə, onların üzərindən gedirik. Onu da edərik, problem deyil. Çox sağ olun. Aha, başqa bir sual. Sonra loqoped ilə bağlı biri xanım Rusiyasının korreksiyasına loqopedik masajına. Bunu yəqin indi soruşdunuz. Digər hərflərin də korreksiyası üçün təlimlər olacaq. Tam dəqiq vaxt deyə bilmərik, amma yəqin ki olacaq. Elə planlayırıq. Şirin dilli danışır. 14 yaşlı uşaq. Onu necə etmək olar düzəlsin? Mürəkkəb dislaliya idi. Korreksiya olundu, lakin danışıq hələ də şirin formada danışır. Belə uşağı görməmiş tam dəqiq keçin deyə bilmərəm, çünki dilin vəziyyətinə baxmaq lazımdır ki, dilin vəziyyəti hansı formadadır. Tonus varmı, yoxmu, hərəkətliyi necədir? Kəkələnməklə bağlı mən də çox istəyərdim danışasınız. Oldu. Digər təlimimiz onda kəkələnməklə bağlı olacaq. Ən çox sevdiyim mövzu da odur. Həm dislaliya, yəni səslərin korreksiyası, həm də eyni zamanda kəkələmədir. Ən çox sevdiyim mövzu. Böyüklərdə və yeniyetmələrdə. Dəqiqə, niyə gedmir aşağı? Böyüklərdə və yeniyetmələrdə r səsini düzəltmək olar, yoxsa gecikmişik. Yəni r səsini hər yaşda, ümumiyyətlə yəni r səsini yox, bütün səsləri hər yaşda düzəltmək olar. Amma yəni əslində böyük insanlarda düzəltmək daha rahat olur. Çünki böyüklər başa düşür ki, nə istəyirlər də bizdən, başa düşürüz. Yəni özlərinin də artıq bir motivasiyası olur, bilirlər, anlayırlar. Uşaqlar daha çətin olur. Ona görə yəni bəli, niyə də olmasın? Hər bir yaşda korrekt nitqi və yaxud da hər hansısa bir səsi korreksiya etmək olur. Başqa bir sual, baxın. Pararotizm və ya rototizm olsa da eyni metodlardan istifadə etmək lazımdır. Pararotizm daha yüngül forması olduğuna görə, yəni rototizm daha çətin olur, elə deyimsə. Çünki məsələn rototizmə ğ kimi tələffüz edirsə, daha çətin olur. Ona görə yəni daha uzun vaxt alır. Amma pararotizm yəni sadəcə əvəz edir digər səslərlə. Amma səs yəni dil önü işlədiyinə görə daha rahatdır korreksiya etmək. Düzəltmək üçün maksimum neçə ay korreksiya lazımdır? Tam dəqiq vaxt demək düzgün olmaz. Yəni kim də deyirsə, yəni bu artıq qeyri-peşəkarlıq sayılır. Çünki hər uşaq individualdır. Ona görə yəni hər uşağın psixi vəziyyətinə baxılır. Uşaq nə qədər yaxşı götürür, qavraması necədir, anlaması necədir, o formada işlənilir. Sonra dilin ortasında düz xətt olması, dil ucuna qədər nədən ola bilər? Anlamadım. Yəni hansı formada? Yəni şəkil atmaq olsa şəklini atarsınız, zəhmət olmasa. Xanım, xeyr. Sualı mən verdim. Bizə dedilər ki, uşağın dilaltı pərdəsi qısadır. Mütləq kəsilməlidir. Kəstirmədən r səsə nail olmaq olar. Əlbəttə ki, nail olmaq olar, amma yenə də vurğuladığım kimi, yəni bu dilaltı qədəhin dərəcəsindən asılıdır. Əgər dilaltı qədəh, yəni dilaltı pərdə tamamilə aşağı dartmırsa, yəni dilaltı qədəhimiz hardadır bizim dil altında yerləşir, yəni özünüzdə baxsın, belə pərdə kimi balaca bir şeydir. Əgər dilimizi aşağı dartmırsa və yüngül qısadırsa, onda yəni loqopedik masajla və yaxud da xüsusi dartıcı gimnastikalarla aradan qaldırmaq olar, yəni düzəltmək olar. Hansı gimnastikalardır? Məsələn, bayaq dediyim kimi at gimnastikası və yaxud da göbələk gimnastikası bu formdan davam edə bilərsiniz. Sonra hansı suallarınız var?
Bəli, ən çox yəni ikinci mövzunun, yəni ikinci təlimin kəkələmə ilə bağlı olmasını istəyirlər. Problem deyil. Bir dənə də çeynəmə aktı ilə bağlı təlim olacaq. Tam dəqiq deyə bilmərəm, amma bəlkə də ola bilər. Tam dəqiq hələ bizdə yəni vaxtlar bir həftə, bir ay öncədən, yəni təlimlər bir ay öncədən qurulur, bir həftə öncədən qurulur. Yəni hansı təlimlər olacağı da bilinmir. Yəni baxırıq ən çox hansı təlimə valideynlərin ehtiyacı varsa, məsələn, R səsinə bilirəm ki, səslərin ümumiyyətlə yəni korreksiyasına valideynlərin ehtiyacı olur. Ona görə yəni əsasda R səsini götürdüyüm ki, daha çətin korreksiya olunur. Valideynlər üçün daha əlçatan olsun deyə. Canlıdan da yazıblar ki, kitabı göndərə bilərsiniz. PDF formasında yəqin ki, deyirsiniz. Çalışaram, göndərərik əgər tapsaq belə. PDF formasında heç yanında yoxdur, sadəcə amma yəni bütün yəni məktəb vəsaitləri satılan yerdən ala bilərsiniz. Amma belə bunu PDF formasında paylaşmırlar. Tapsam əgər göndərərəm, niyə də olmasın, problem deyil. Çalışaram, özüm düzəldərəm, lap göndərərəm. Problem deyil. Sonra sual var başqa. 3. Həftə neçə seans gəlsək, uşaq R səsini deyər. Neçə aya düzəlir. Həftədə ən azı, yəni 3-dən aşağı olmalı deyil. Həftədə 3 dəfə gəlməlisiniz. Amma yəni tam dəqiq vaxtı deyə bilmirəm. Yenə deyirəm, bu uşaqdan asılıdır. Oldu, tələbələrə görə kəkələməni gələn mövzu olaraq kəkələməni götürərik. Düzdür, kəkələmə daha böyük bir mövzudur. Ən belə vacib hissələri əlavə edərik. Tələbələrə də daha rahat olsun deyə. Niyə mesajlar aşağı getmiş? Bir seansda dedikləri neçə dəqiqə etmək? Yəni 45 dəqiqə. 45 dəqiqədən az olmalı deyil. Kəkələmə olsa daha yaxşı olar. Oldu. Bəli, kitabı göndərə bilsəz çox yaxşı. Oldu. İndi PDF formasında hazırlayaram. Şeydə ataram belə. Mən PDF formasında qabağıma çıxmayıb ki, PDF formasına çıxarılması hər kəs üçün daha rahat və uyğun olar. Digər hərflərində korreksiyasını istəyərdim. Oldu. Bundan öncə nitq ləngiməsi haqqında təlim vermişəm. Səhv etmirəmsə, bəli. İndi R səsidir və bundan sonra görüm, ən çox yəni seçilən mövzu hansı olsa, onun üzərindən gedərik. Bizim universitetdə bizdən uşaqlar üçün prezentasiya istəyirlər. Biz nə edə bilərik, hansı yaşlardan istifadə edə bilərik, nə alaq? Prezentasiya dedikdə, yəni nə düzəltmək istəyirsiniz, tam açıq bir dənə yazardı, zəhmət olmasa. Skriptdə PDF formasında var albom. Əla. Xanımın dediyi yerdən PDF formasında götürə bilərsiniz. Canlıdan ödənişlidir təlim. Xeyr, ödənişsizdir. Ödənişsizdir. Təşəkkür edirəm. Siz sağ olun, buyurun, xoşdun. Mənim üçün də yəni çox şadam ki, yəni kimlərisə, tələbələri nəsə öyrədə bildim. Əgər öyrədə bildimsə, nə xoş mənə. Siz sağ olun. Təlim artıq sona yaxınlaşır. Ona görə yəni canlıda da açmışdım. Yəni eynisi sadəcə yəni Telegram kanalında bütün hər şey paylaşılacaq. Əgər istəsəz, Rəhmə xanım, oradan girib baxa bilərsiniz. Amma yəni artıq sona çatır təlim. Uşaqlar üçün nələrsə hazırlayın və bilmirik nə hazırlayaq. İxtisas xüsusi pedaqogika. Aha, maraqlıdır. Bir dərsin müddəti nə qədər olmalıdır? Yəni bir dərsin müddəti dəqiq olaraq deyirsiniz, gündəlik seans olaraq, məsələn, səs işləyiriksə, onsuz 45 dəqiqə belə bizi görmür, məsələn. Hansı Telegram kanalında Fatimə xanım özü yönləndirmə edəcək. Qrupda məlumat verir. İstəsəz ondan məlumat alarsınız. Bugünkü mövzunun ümumiyyətlə tam videosu paylaşılacaq. Bir də mövzu ilə bağlı hansı kitabı deyə bilərsiniz. R səsinin işləməsi ilə bağlı deyirsinizsə, yəni belə yəni bu loqopedik albomu göstərə bilərəm. Yəni bir daha sizə, yəni onunla siz sağ olun təlim üçün, təlimə qoşulduğunuz üçün təşəkkürlər.
Mövzu ilə bağlı hansı kitablar deyə bilərsiniz? Belə yəni loqopedik albom oxuya bilərsiniz. Yəni əslində kitablar çoxdur, amma yəni belə evdə işləməyinizə görə deyirsinizsə, elə bu loqopedik albom ən rahatıdır. Yəni çox uzadılmır. Qısa və konkret nədir, necə işlənilməlidir, onlar göstərir. Siz canlıdan sonra mənlə əlaqə saxlayarız, zəhmət olmasa mən sizə yönləndirmə edərəm. Bəli, göstərə bilərəm. Budur. Bəli, düz deyirsiniz. 20-22 arasıdır. Amma PDF formasında çıxarsanız daha rahat olur. Yəni bəlkə də daha ucuz gələr. Kimə necə rahatdırsa və necə uyğundursa. R səsinin korreksiyası üçün bir seans ardıcıllığı necə olmalıdır? Məsələn, ilk öncə başlayırıq gimnastikalardan, nəfəs gimnastikasından, sonra artıq dil ucu vibrasiya ilə məşğul oluruq bu formada. Siz sağ olun Pərviz bəy. Görə cavablandırmadığımız suallar qaldı, yoxsa hamısını dedik? Həftədə neçə seans gəlir? Bunu demişik. Uşaq yəni çox edə bilmirsə 5 dəqiqə olsa bəsdir. 3-5 aralığı belə bu formada. Başlanğıca görə yəni 3 dəqiqə belə edə bilməsi böyük bir nəticədir. Əmələ gəlib, deməli dilaltı cərrahi, yəni müdaxilə olduqdan sonra dilaltı qədəh varsa və cərrahi müdaxilə olunursa, onda biz nə edirik? Burada da yəni loqopedik dəstək lazımdır. Niyə? Hansı tərəfdən? Dilaltı məsələn masaj olunmalıdır ki, yer sağalsın, özünə gəlsin. Yəni masaj olunmalıdır. Masaj olunmasa, yəni uşağın dili eyni vəziyyətdə qalsa, yəni o dil birləşə bilər. Adı məsələn əlimiz kəsilir, yapışdırırıq, yara bandıyla bağlayırıq, nə olur? Birləşir. Ona görə yəni mütləqdir ki, masaj olsun. Korreksiya mərkəzləri Bakıda harda? Yaxşısı var. Bizim mərkəzdə yaxınlaşa bilərsiniz. Sevinç Psixoloji və Nitq İnkişaf Mərkəzi. Burada yaxınlaşa bilərsiniz. İndi gətiriblər, gecikdirib və dil pis vəziyyətdə. İndi gətiriblər, gecikdirib və dil çox pis vəziyyətdədir. Tam dəqiq uşağı görməmiş, yəni dilin altını görməmiş heç nə deyə bilmərəm. Yəni ümumiyyətlə cərrahi bir müdaxilə olunubsa, təzədən yoxlanılsın. Ondan sonra yəni siz müdaxilə edin. Yəni siz daha da çətin vəziyyətə, yəni ağır vəziyyətə gəlməsin. Bizim mərkəz Pərviz bəy. 4-cü mikrorayon dairəsindən Şamaxınka yoluna qalxan yolda Qızıltac restoranı var. Onun arxasında yerləşir. 20 Yanvar küçəsi gedir bu formada. Siz təlim keçirsiniz loqopedik. Bəzən yəni belə çox tez-tez yox, amma bəli, bəzən keçirəm. Yəni keçirdiyim zaman səhifədə paylaşım olunur. Bir də dil pərdəsi niyə kəsirlər? Dil pərdəsi, yəni dil altı qədəh dediyimiz, uşaqda bəzi, əgər çox ağır dərəcədədirsə, bəzi səsləri tələffüz etməkdə və yaxud da yəni səsləri qoyaq bir kənara, uşağın çeynəməsində belə bir problem yaradırsa, onda yəni dil altı qədəh kəsilir. Adi məsələn, uşaq onda dilini qaldıra bilmir. Elə bil 6 ay yapışıq qalır. Yəni dili heç bir tərəfə tərpədə bilmir. Adi önə belə çıxarda bilmir. Onda yəni dil altı qədəh kəsilməlidir. Есть вопросы? Və burada əgər valideynlər varsa bildirmək istəyirəm ki, bizim mərkəzdə bu ay sonuna qədər, ayın 13-dən 31-nə qədər psixoloji və loqopedik konsultasiyalar ödənişsizdir. Yəni ümumiyyətlə loqopedə hansı dillər vacibdir? İş zamanı yoxsa hansı mənada soruşursunuz?
Ekranda nə suallar var? Hə? Yəni əslində Azərbaycanda onsuz ən çox istifadə olunan dillərdən ikinci dil olaraq rus dilidir. Yəni rus dili bilən bir mütəxəssis 1-0 həmişə öndədir. Ona görə yəni rus dilini nə qədər yaxşı bilsəz, nə qədər çox dil biliyiniz olsa, eyni zamanda işarət dilini bilirsinizsə, deməli 1-0 öndəsiz. Yəni işarət dili daha az ehtiyac olur, nəinki rus dili. Yəni birinci növbə rus dilidir, sonra işarət dilidir. Yəni rus dilini bilsəz daha yaxşı olur. Yəni bu dəqiqə onsuz bütün mərkəzlərdə harda vakansiyaya baxsaz, rus dilli yazırlar ki, yəni rus dilini bilmək mütləqdir. Çünki yəni indi bir çox valideynlər uşağını qoyur məktəbə, rus dilində qoyur inkişafına görə. Ona görə yəni rus və Azərbaycan dilini tam səliş, dəqiq, həmin şəkildə bilməsi valideynlərin və mütəxəssislərin çox yaxşıdır. İkidillilik də düzdür problem yaradır, amma yəni yenə də ikinci dil olaraq rus dilini bilmək yaxşıdır. Rus işarət dilini öyrədən mütəxəssislərdə də var, yəni ayrıca elə müəllimələr də var, yəni axtarsaz taparsınız. Özünüz yəni belə tam dəqiq öyrənə bilməz, çünki məsələn türk dilinin işarət dili başqa olur, Azərbaycan dilinin başqa olur, rus dilində başqa olur. Ona görə məsələn Azərbaycandasınızsa elə, burada da davam edirsinizsə, ona görə yəni tam Azərbaycan dilində işarət dilini bilən mütəxəssislərdən öyrənməyiniz lap yaxşı olar. Siz sağ olun. Kəsmək üçün həkimlər ayrıdır, yəni necə? Cərrahiyyə yəni həkimlər gedirsiniz, yaxınlaşırsınız, yəni özləri sizi yönləndirmə edirlər. Yəni əgər ailə, burada canlıda da bir sualımız var, yəni əlavə dil kimi rus dili yaxşıdır, yoxsa məktəbə başlayanda rus sektoruna qoymaq? Yəni belə deyim sizə. Əgər ailədə rus dili bilməyən yoxdursa və yaxud ailədə hər kəs Azərbaycan dilində danışırsa, onda elə uşağı Azərbaycan dilinə qoyun. Çünki yəni uşaqda qarmaqarışıqlıq yaranır, o da uşaqda nitq ləngiməsinə gətirib çıxardır. Daha da yəni vəziyyət çətinləşir. Ona görə nə edirik? Ailədə hansı dildə danışılırsa, o dilə qoyuruq. Amma əgər məsələn az dilli Azərbaycan dilli ailədirsə, Azərbaycan dilinə qoyuruq, oxusun, yəni modadır deyə çox, yəni modadır deyə onsuz rus dilinə qoyurlar. Yəni modadır deyə və yaxud da yaxşıdır deyə rus dilinə qoymaq düzgün deyil. Çünki onsuz uşağın bazası Azərbaycan dilindədirsə, rus dilində oxumaq daha çətin olur. Və həm uşağa ziyandır, həm valideynləri 1-0, yəni geri salır. Həm də yəni düzgün bir yanaşma deyil. Yəni moda olaraq uşaqlarımızı korlamaq da düzgün deyil. İkinci, əgər Azərbaycan dili ailəsinizsə, ikinci dil olaraq rus dilini öyrədə bilərsiniz. Başqa sual olanlar? Canlıda sualımız var. Amma bəzi valideynlər Azərbaycan dilində danışıb uşağı rus sektoruna qoyur. Düz deyirsən, yəni var. Düz deyirsən. Ümumiyyətlə, rus dilinə anlayışı oldu, olmadı. Rus dilinə qoymaq düzgün deyil. Əgər ailə Azərbaycan dili ailədirsə, ətraf Azərbaycan dili ailə ətrafdırsa, yəni mənasızdır. Çünki uşaq zaten, əgər uşağın nəyəsə nail olmasını istəyirsinizsə, bir dildə gedin. Sonra ikinci dil olaraq ikinci dili öyrədərsiniz. Səlis Azərbaycan dilində danışmaq üçün nələr etmək olar? Çoxlu kitab oxuyun və yaxud da yəni sıfırdan başlayırsınızsa, təlimləri ilə başlayın. Nə qədər çox, buna fikir vermişəm, nə qədər çox ünsiyyətdə olsaz, o qədər səlis və təmiz nitqiniz olacaq. Ona görə yəni çalışın ki, yəni təlimlərə qoşulasınız, nə bilim, hardasa gedib iştirak edəsiniz. Utanmayın ki, edə bilmərəm, bilmirəm, nəsə deyə bilmirəm. Onsuz kimsə hardasa başlamalıdır. Hardansa başlamaq istəyirsinizsə və nəyisə əldə etmək istəyirsinizsə, ona görə yəni utanmağı gərək kənara qoyasınız. Onsuz bir dəfə səhv edəcəksiniz, ikinci dəfə səhv edəcəksiniz, amma üçüncüdə уже lap ideal şəkildə öyrənəcəksiniz. Valideyn uşağının problemini qəbul etmirsə nə etmək olar? Yəni, əgər valideyn qəbul etmirsə, tam valideynin üzünə yəni durub demək ki, sənin uşağın budur, onsuz da bunu başa düşmür.
Yəni bu valideyn bilsəydi, qəbul eləmişdi onsuz da. Yəni bu günə qədər qəbul edərdi və vaxtında uşağının üstünə düşərdi. Amma yəni əgər bunu qəbul etmirsə, valideynin üzünə durmaq da yəni qeyri-peşəkarlıqdır. Çünki valideyn də bu nə də olmasa, bizim valideynlər də elədir ki, həm utanırlar, həm uşaqlar yəni çox vaxt qəbul eləmək istəmirlər. Ona görə çalışırıq ki, anlamasalar belə bunu hər hansısa bir formada göstərmək lazımdır. Yəni valideynlərin üzünə durmaq da böyük bir yəni səhvdir. Dura bilmərik ki, yox, sən uşağın imenli bu problemdir. Sən bunu qəbul etməlisən. Bu doğru bir yanaşma deyil. Valideynləri də anlamaq lazımdır. Çünki hər valideyn bizdən yaxşı nəsə istəyə bilməz ki, övladı qabaqda olsun. Valideyn bizdən çox istəyir övladını. Ona görə də yəni bəzən bu çox istəmək geri də sala bilər, qabağa da apara bilər. İndi baxır hər valideynin yanaşmasına görə. Amma mən bir daha deyirəm, valideynin üzünə durmaq, valideynə demək ki, yox, sənin uşağın problemlidir, üzünə durmaq bu axır səhv yanaşmadır. Ona görə çalışın valideynləri yəni daha yaxşı başa salasınız. Başqa bir və yaxud da nə bilim, əvvəl sonra videoları göstərmək əvvəl bunu açıb bağlaya bilmirdi, indi bunu edə bilir. Bu da belə valideyn üçün böyük bir irəliləyişdir. Dislaliya, dizartriya, alaliya, afaziya nədir? Fərqləri nələrdir? Bunlar ayrı böyük bir mövzulardır, amma içlərində bunu deyə bilərəm ki, içlərində ən rahatı elə dislaliyadır. Amma digərləri ən çətin növüdür. Biri hər hansısa bir problemdən sonra yaralanır, məsələn, infarktdan və s. qorxudan, stressdən sonra, məsələn, adi dizartriyada əgər artikulasyon aparatda hər hansısa bir problem varsa, onda dizartriya deyilir. Loqoped olaraqsa, yəni əslində bir mütəxəssis olaraq siz özünüzə bir yol seçə bilərsiniz. Ya məsələn, ağacın bir neçə budağı olacaq, ya da ki, bir yöndə gedəcək. Ya məsələn, autizmi seçə bilərsiniz, ancaq autizmli uşaqlarla işləyirsiniz. Ya məsələn, dislaliyanı seçə bilərsiniz, ancaq məsələn, səs tələffüzündə problemi olan uşaqlarla işləyirsiniz. Bu sizin öz seçiminizdir. Əgər hansı yol daha rahatdırsa, onu seçə bilərsiniz. Mənim problem deyil, yəni zaten onsuz ən doğru variant bir yolu seçib onun üzərindən getməkdir. Həm də daha çox bilik qazanmış olarsınız. Canlıda sualı olanlar var. У меня дочка на русском разговаривает, а что мне параллельно учить дочку на азербайджанском? У вас семья все равно вроде на русском, и вы в России живете, тогда без проблем, нет разницы, все равно ребенок так в садик тоже на русском пойдет. Так что не волнуйся. Я для кого говорю, что вот в Азербайджане же есть многие семьи, которые совсем русского не знают, но ребенок учится на русском. Вот это уже проблема. Уже двуязычие появляется. У ребенка уже проблемы бывают. Из-за этого, но если русскоязычная семья в России живет, тогда без проблем, не волнуйтесь. Никаких проблем нет. Rus dilini hardan öyrənmisiniz? Tövsiyə edəcəyiniz bir kurs və ya müəllim varmı? Mən ümumiyyətlə rus dilində oxumuşam, Rusiyada oxumuşam, sonra bura gəlmişəm və rus dilində davam etmişəm. Ona görə yəni belə bildiyim müəllim təəssüf ki, yoxdur. Yəni bilsəydim, deyərdim. Ну, я ей, когда говорю на азербайджанском, она иногда понимает. Başa düşməyi yaxşıdır. Если понимает, все нормально, нет никаких проблем. Вы все равно русскоязычная семья, да, вроде в семье все на русском разговаривают. Тогда без проблем. Не волнуйтесь, Сура ханым. Если какие-то проблемы будут, я здесь. Жду вас. Дальше. Есть еще какие-то вопросы? Здесь нет. Ну, наверное, если на азербайджанском понимает и все делает, тогда, если даже на русском понимает, тогда без проблем. Словарный запас у нее или же у него уже на русском, все равно. У нее есть слова. Сколько ей лет вообще? Просто думает из-за этого так. Если, вот, например, когда мы сами думаем, что-то говорим, мы сами тогда тоже делаем. Пока невнятно говорит. 2-8. Ну, в 3 лет это нормально невнятно говорит. После 3 лет, если опять не чисто говорит, ну вы тоже выберите один язык. Бедный ребенок, что поделать?
Но если на русском все хорошо, если на русском все хорошо, тогда без проблем, не волнуйся. Все равно, если вот, например, я русский чисто знаю, тогда на азербайджанском у меня все равно проблемы где-то будут. А если на русском или же на азербайджанском хорошо говорю, а вот только-только учу азербайджанский, ой, извиняюсь, русский, тогда вот у меня тоже где-то проблемы будут. Из-за этого всегда второй язык, который является вторым языком, вот там проблемы есть. Не надо волноваться. Так. Burada suallar yoxdur hələ ki. Buyurun, başqa sual olan varsa buyursun. Yoxdursa təlimizi bitirək. Hər kəs yorğundur, dincəlmək istəyir. Sual olan var başqa? Siz sağ olun Aysu xanım. Buyurun, digər təlimlərdə görüşənə qədər. Çox sağ olun. Başqa sualı olan yoxdursa sağ olaşaq. Siz sağ olun Xədicə xanım. Əlavə sualları olanlar yoxdursa, bıraq. Bizim artıq Sevinç xanımla ikinci təlimimizdir. Ümid edirik ki, bu təlimlər davamlı olacaq. Hər birinizə iştirak üçün minnətdarlığımızı bildiririk. Eyni zamanda Sevinç xanıma ikinci dəfə dəvətimizi qəbul etdiyi üçün. Burada sualları olan yoxdur. Oldu. Hər kəsə təşəkkür edirəm vaxtınızı ayırdığınız üçün, təlimə qoşulduğunuz üçün. İnşallah gələn görüşlərədək özünüzə yaxşı baxın. Sağ olun. Nəsə sual olan varsa da buyurub yaza bilər. Siz sağ olun Pərviz bəy. Siz sağ olun Xəyala xanım. Sağ olun. Təşəkkür edirəm mən də. Görüşənədək. Gecəniz xeyirli qalsın. Gecəniz xeyrə.